Davam edirik. Azərbaycan regionda sülh və təhlükəsizlik baxımından prinsipial və ardıcıl mövqeyini nümayiş etdirir. Elə yeri gəlmişkən İranla ABŞ arasında əldə olunan 2 həftəlik atəşkəsdən sonra Prezident İlham Əliyev İran Prezidenti Məsud Pezeşkiyana telefon zəngi edib və onu da qeyd edim ki, bu liderlər arasında məhz İlham Əliyev tərəfindən edilən ilk zəngdir. Hazırda məhz biz də Azərbaycanın regionda sülh prioritetlərini müzakirə edirik. Studiyada qonağım millət vəkili Azay Quliyevdir. Azay mənim, hər vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir olsun. Təşəkkür edirəm. Ümumiyyətlə, bu telefon danışığına məhz 2 həftəlik atəşkəs razılaşmasından sonra bunu bir mesaj kimi necə qiymətləndirmək olar? Əlbəttə, İranda baş verən hadisələr, ümumiyyətlə bölgəmizə baş verən hadisələr Azərbaycan tərəfindən birisi ki, lap ilk başlarda çox yaxın formada izlənilirdi və biz təbii ki, həm qonşumuz olan İran, həm də bölgəmizdə baş verən hadisələrlə qeyd qala bilməzdik və biz ki, Azərbaycanın ilk başlardan mövqeyi birmənalı idi. Heç bir halda bölgədə, regionda gərginlik olmamalıdır. Heç bir halda məsələlər, yaxud mübahisələr hərbi müstəviyə keçməməlidir. Bölgə atəş çəmbəri ilə, necə deyərlər, əhatələnməməlidir və diplomatiya və yaxud da beynəlxalq hüquq normaları nəhayət işləməlidir. Bu baxımdan da məhz Cənab Prezidentin atəşkəslə bağlı hər iki tərəfin razılığından sonra ilk olaraq daha doğrusu lider arasında İranın Prezidenti Pezeşkiyana telefonu açması həm Azərbaycanın İrana olan münasibətini göstərdi. Bir qonşu kimi, bir dost xalq kimi və İranın bütövlükdə bu prosesdə üzləşdiyi bu çətin durumla bağlı öz mövqeyini ifadə etdi. Digər bir tərəfdən dediyim kimi Azərbaycanın məsələ ilə bağlı oturmuş siyasətini bir daha nümayiş etdirdi. Bu baxımdan əlbəttə ki, bu hesab edirəm ki, çox ciddi bir tarixi bir jest idi. Çünki bu sadəcə olaraq bir protokol xatirinə atılmış addım deyildi. İkinci bir tərəfdən bilirsiniz ki, Cənab Prezidentin Azərbaycanın ümumiyyətlə İranla bağlı münasibəti, siyasəti həmişə aydın olubdur. Biz İranla münasibətlərimizi həmişə dost, qonşuluq siyasəti əsasında, qarşılıqlı maraq əsasında qurmağın tərəfdarı olmuşuq və indi ədalət naminə demək lazımdır ki, Pezeşkiyan hakimiyyətə gələndən sonra da İran tərəfindən də bu istiqamətdə müsbət jestlərin biz eləcə deyərlə müşahidə etmişik. Məsələn, Pezeşkiyanın Bakıya səfəri, Azərbaycan liderindən görüşü, sonra Azərbaycan prezidentinin İranla bağlı verdiyi qərarlı bəyanatlar əlbəttə bu qonşuluq siyasətinin və dostluq siyasətinin nə qədər vacib olduğunu və hər iki dövlət tərəfindən, dövlət başçısı tərəfindən mənimsədiyini və önəmsədiyini göstərirdi. Amma son hadisələrdən sonra bilirsən, belə bir deyim var, deyir, o dostlar gündə bilinər. Azərbaycan bütün çətinliklərə baxmayaraq, bütün geosiyasi, mən deyərdim ki, təzyiqlərə, tərslərə baxmayaraq özünün prinsipal mövqeyindən geri çəkilmədi. Yenə də İranın, necə deyərlər, İrana müəyyən belə də qonşuluq əlini uzatdı, dost əlini uzatdı. İranın ən dar günündə, məsələn, İranın dini liderinin deməli, qətlə yetirməsindən sonra ilk dövlət başçısı idi ki, məhz İranın Bakıdakı səfirliyinə getdi, ziyarət etdi, başsağlığı verdi, birbaşa rəhbərliyinə müraciət etdi, başsağlığı verdi. Bu onu göstərdi ki, hələ o vaxt yeni başlamışdı. Hadisənin nə ilə bitəcəyi də bəlli deyildi və onu göstərdi ki, Azərbaycanın bununla bağlı mövqeyi hər hansı bir beynəlxalq konjunkturadan asılı olaraq dəyişmir. Azərbaycan inandığı bir həqiqət var, deməli, müdafiə etdiyi bir dəyərlər və prinsiplər var. Bu dəyərlər və prinsiplər çərçivəsində Azərbaycan İranla münasibətlərini qurur. Bu da hesab edirəm çox ciddi bir məsələ idi. Və nəhayət, bilirsiniz ki, yenə də İran xalqının, İranla bizim aramızda olan, yenə deyirəm, bütün o gərginliklərə, bizə olan haqsız davranışlara, bəzi deyək ki, lazımsız ritorikaya, müəyyən hücumlara, bu mühitdə istəmirəm onları sadalayam. Bütün bunlara baxmayaraq biz bilirik ki, birinci İranda 30-40 milyon yaxın Azərbaycanlılar yaşayır. Biz bu faktor həmçinin nəzərə almışıq. İkinci, bizim dediyim kimi siyasətimiz odur ki, qonşularla sülh şəraitində yaşayaq. Və bütün bunları nəzərə alaraq İranın belə bir çətin vəziyyətinə Azərbaycan ilk humanitar yardımı edən ölkədə oldu. Neçə dəfələrlə humanitar yardımlar göndərir. Humanitar yardımlar bilirsiniz, söhbət təkcə
hər hansı bir dəstəkdən, texniki dəstəkdən getmir. Söhbət həmin dövlətin siyasətindən gedir, onun mahiyyətindən gedir. Yəni, bu siyasətin mahiyyəti buydu ki, belə bir ağır dönəmdə İrana biz müəyyən mənada humanitə dəstək veririk və İranın xalqının, insanların düşdüyü bu çətin vəziyyətdə onların yanındayıq. Bunlar elə belə məsələlər deyil. Mən çox ümid edirəm. Yəni, biz çox ümid edirik ki, düşünürük ki, Azərbaycan dövlətinin, Azərbaycan prezidentinin həyata keçirdiyi bu siyasət, İrana sərgilədiyi, uzatdığı bu dost əli, bu qonşuluq, deməli, mehriban qonşuluq siyasətinin davam etməsi, təbii ki, İranda da deməli, müvafiq qüvvələr tərəfindən, hakimiyyət tərəfindən düzgün qiymətləndirildi və qiymətləndirilməlidir və bundan sonraki münasibətlərimizdə bunlar mütləq şəkildə nəzərə alınmalıdır. Bir də birisi, Navidə xanım, bir şey də demək lazımdır ki, İranla Azərbaycan arasında münasibətlərin gərginləşməsinə maraqlı olan qüvvələr daim Azərbaycanı saxta bir məlumatla, saxta bir ittihamla, necə deyərlər, ittiham etmək istəyirlər ki, Azərbaycan ərazisində İrana qarşı hansı bir formada istifadə edilir və edilə bilər. Bu son hadisələr, 40 günlük, 39 günlük bu müharibə dövründə bu bir daha sübut olunur ki, Azərbaycan ərazisində heç bir ölkəyə qarşı, İrana qarşı hansı bir formada istifadə edilməyib, edilməyəcəkdir də. Çünki Azərbaycan suveren və müstəqil dövlət, Azərbaycan forpostu deyil, kimsə gəlsin burada öz ərazisindən, öz maraqları üçün istifadə etsin. Azərbaycan bütün dövlətlərlə, o cümlədən ABŞ-la, İsraillə, yaxın və uzaq deyək ki, ölkələrlə, hamısı ilə bir prinsip əsasında münasibətlər qurur. Qarşılıqlı milli maraqlar əsasında. Bugün milli maraqlarımız onu bizə diktə edir ki, biz məhz qonşularımızla, bütün region dövlətləri ilə münasibətlərimizdə məhz milli maraqlarımızı nəzərə alaq və onların maraqlarına zərər vura biləcək addımlara getməyək. Məsələn, indi siz baxın, indi deyək ki, yaxın şərqdə, yaxın şərq ölkələrini, deyək ki, Səudiyyə Ərəbistanıdır, Qatardır, yaxud da Küveyti, Bəhreyindir, hansı onların arasında Körfəz ölkələrində ABŞ-ın bazaları var. Baxın, görün, həmin ABŞ-ın bazaları, həmin ölkələri məhz İranın raket hücumlarını qoruya bildi mi? Onların iqtisadiyyatını, infrastrukturunu qoruya bildi mi? Qoruya bilmədi. Yəni, bir də həmin məsələyə gəlirik ki, Azərbaycanın qurduğu bütövlükdə təhlükəsizlik arxitekturası, Azərbaycan həyata keçirdiyi siyasət o qədər ağıllı, balanslı, soyuqqanlı siyasətdir ki, istənilən senaryoda Azərbaycanı qoruyur. Həm yeri gələndə ərazi bütövlüyünü bərpa etmək üçün gücə malikdir, güc prinsipindən istifadə edir. Həm regionda baş verən bu cür tərəddüdlərdə özünün ağıllı siyasəti və diplomatiyasından öz ərazilərini qoruyur və qurduğu ittifaq da, müttəfiqlik deməli, münasibətləri də elə formadadır ki, hər hansı bir formada gələcəkdə həmin o münasibətlərdən ölkəmizin əleyhinə kimsə istifadə etməyə qalxmaz. Hətta hər hansı bir bəhanə də belə verilməsi. Ona görə də mən yekunlaşdıraraq gəlmək istəyirəm məsələyə ki, bu qədər çətin, gərgin, talihli bir anda Azərbaycan mən sizə deyərdim ki, çox böyük jestlər etdi İrana qarşı. Çox böyük bir dəstək verdi və yenə deyirəm, biz ümid edirik ki, İran bunu doğru dəyərləndirəcək. Bundan sonraki münasibətlərdə müharibə təbii ki, davamlı olmayacaq, ömür boyu biz müharibə şəraitində olmayacaq. Amma bayaqki fikrə qayıdıram ki, o dostlar gündə bilinər mesajı məhz bu gün yerinə düşür və Azərbaycan dövləti də İrana olan münasibətində nə qədər səmimi, nə qədər dürüst, nə qədər ağıllı, nə qədər də soyuqqanlı bir siyasət yeritdiyini bir daha nümayiş etdirir. Təbii ki, Azərbaycanın da mövqeyi regionda sülhün olmasıdır, təhlükəsizliyin olmasıdır. Çünki bu dövlətlərin rahatlığı baxımından da, xalqların rahatlığı baxımından da olduqca vacibdir və biz həm də müharibədən danışırıq, çünki 2 həftəlik Amerika ilə İran arasında atəşkəs əldə olunub və artıq aprelin 10-da İslamabad danışıqları gerçəkləşəcək. Necə düşünürsünüz, Azay müəllim? Məhz bu danışıqlar regiona sülhü gətirəcəkmi? Çünki atəşkəs davamlı da ola bilər və yaxud da pozula da bilər. Hər halda bu İslamabad danışıqlarından gözləntilər çoxdur. Çünki artıq hər kəsin diqqəti sabaha yönəlib, belə deyək. Əvvəla fürsətdən istifadə edib bizim üçün dost və qardaş ölkə olan Pakistan İslam Respublikasının belə bir nəticəyə nail olması münasibətdə təbrik etmək istəyirəm. Çünki bilirsiniz ki, Pakistan bizim üçün qardaş və dost ölkədir və heç kimin bacarmadığı belə bir diplomatik həmlə ilə əgər 2 həftəlik də olsa atəşkəsə
nail olmasında Pakistan bu qədər rolu olubsa, təbii ki, bu təqdirə layiqdir. İndi sabah dediyiniz kimi tərəflərin rəsmi görüşü olacaqdır və bu görüşdə hər iki tərəf öz mövqeyini ortaya qoyacaq və çalışılacaqdır ki, müəyyən mənada ortaq məxrəcə gəlinsin. Amma səmimi desə, hadisələrin təhlili və indiyə qədər olan prosesdən göstərir ki, bunu etmək demək olar ki, mümkünsüz kimi göstərilir, çox çətindir. Ona görə ki, siz baxsanız görərsiniz ki, hər iki tərəf özünə uyğun olan bəndləri ifadə edibdir. Məsələn, İran 10 bəndlik şərt irəli sürübdür, Amerika Birləşmiş Ştatları 15 bəndlik şərt irəli sürübdür. Bununla çoxu demək bir-birinə tamamilə ziddir və heç bir halda onların həyata keçirilməsi tam olaraq qarşı tərəflərdən gözləmək olmaz. Düzdür, burada indi bilirsiniz ki, ictimai həm yerli, həm də beynəlxalq ictimaiyyətdə əsas müzakirə predmetdən biri budur ki, bu 39 günlük münaqişə müharibədə kim qalib gəldi, kim uduzdu. Yəni burada məlumdur ki, nə qalib var, nə məğlub var. Burada elə çətin və pis tərəfə pis vəziyyətə düşmüş tərəflər var. ABŞ və İran da bugün demək olar ki, qarşıda qoyduqları heç bir hədəfə çata bilmədi. Məsələn, ABŞ nə istəyirdi? Deyirdi ki, nüvə proqramından imtina etməlisən, ballistik proqramdan, raket proqramdan mənzilini qısaltmalısan, yaxud da bəzən ilk mərhələdə İranda rejim dəyişikliyini həyata keçirməsini istəyirdi və demək olar ki, bunlar heç birini həyata keçirə bilmədi. İran da təbii ki, bu münaqişə dövründə çox ciddi zərbələr aldı, bunu da biz etiraf etməliyik. Bu zərbələr həm hərb sənayesinə, həm enerji infrastrukturuna, həm bütövlükdə sənaye infrastrukturuna dəydi və əlbəttə ki, bunların aradan qaldırılması üçün onurliklər lazım olacaqdır. ABŞ-nin də burada təbii ki, kifayət qədər itikləri oldu. Həm müharibəyə çəkilən xərclər baxımından, həm onun bayaq qeyd etdiyim ki, bazalarına endirilmiş zərbələr nöqteyi nəzərindən, həm də təbii ki, müttəfiqləri olan Körfəz ölkələrinin bugün belə bir atəş altında qalması və faktiki olaraq ABŞ-nin həmin ölkələri qoruya bilməməsi. Bu həm də bir nüfuz itkisidir, həm də nəzərə alsa ki, ABC-də bugün hal-hazırda Trumpın düşdüyü çətin vəziyyət mövcuddur, siyasi vəziyyət, onun rəqibləri, demokratlar maksimum dərəcədə Trumpı baskı edirlər ki, müharibəni dayandırsın və təbii ki, fürsətdən istifadə edirlər, çünki bu siyasi bir mübarizədir, siyasi bir rəqabətdir və qarşıdan birisi noyabr ayında konqresə araq seçkiler gəlir və təbii ki, bütün bunlar hamısı Trumpın da müəyyən mənada fəaliyyətini məhdudlaşdırır və nəzərə alsaq ki, Trump 60 gündən yuxarı müharibəni davam etdirə bilməz, çünki 60 gündən yuxarı müharibə davam edirsə, mütləq konqresin razılığı lazımdır. Ona görə də bu və digər səbəbdən təbii ki, bu atəşkəsə razılıq əldə olunmalı idi və bu hər iki tərəf burada maraqlı görsənir. Çünki hər iki tərəf müəyyən mənada yıpranmışdı, tükənmişdi potensialı. Həm də bilirsiniz, Trumpın son verdiyi bəyanat ki, mən İranda sivilizasiyanı məhv edəcəm və daş dövrünə qaytaracam. Burada bir çox qorxulu senarilər beynəlxalq ekspertlər tərəfindən deməli müşahidə olunurdu, yaxud da irəli sürülürdü. Bu senaryolardan biri buydu ki, necə sən sivilizasiyanı tam məhv edə bilərsən? Bunun üçün gərək sən ən indiyə qədər mövcud olmayan ya silah tətbiq etməlisən, ya da nüvə silahından istifadə etməlisən. Yəni, belə bir nüvə təhdidi, yaxud da indiyə qədər bəlli olmayan, çox dağıdıcı, dediyi kimi sivilizasiyanı tamam məhv edici bir silahdan istifadə etmək, bu şübhəsiz ki, müharibə cinayəti idi və bunu da təbii ki, göz önünə almaq çox çətin idi. İkinci bir tərəfdə İran da başa düşürdü ki, ABŞ-nin davam etdirəcəyi bu cür hücumlar, biz artıq körpülərin vurulması, nə bilim, elektrik stansiyaların bütün elan edilmiş, siyasətə verilmiş ki, məhv edilməsi bütövlükdə İran iqtisadiyyatını tamamilə çöktürə bilər, bütövlükdə İranı məhvə sürükləyə bilər. Ona görə də hər iki tərəf bu balansı müəyyən mənada seçdilər və indi belə deyək də ictimai rəydə öz simalarını qorumaq üçün müəyyən hər iki tərəf qalib bir ritorikası formalaşdırmağa çalışır. Amma faktiki olaraq onlar heç biri həmin ritorika ilə elan etdiyi tələbləri irəli sürə bilməyəcək. Yaxud da nail ola bilməyəcək. Məsələn, İran deyir ki, BMT-nin bütün qətnamələri, Atom Enerji Agentliyinin İrana qarşı olan bütün qətnamələri ləğv edilsin, sanksiyalar ləğv edilsin, onların nüvə, deməli, nüvənin zənginləşdirilməsi, yaxud nüvədə istifadə edilməsi ilə bağlı hüquqları tanınsın və yaxud da ki, Hörmüz boğazından keçiddən bağlı birbaşa İranın, Sepahın razılığı ilə bu keçid həyata keçirsin. Yəni, bilirsiniz ki, Hörmüz boğazından keçidi İran bir tərəfli şəkildə məhdudlaşdıra bilməz. BMT-nin dəniz üzrə
konvensiyasına əsasən bu mümkün deyildi və sərbəst tranzit, yəni keçid əldə etmək bütün ölkənin haqqıdır. Yəni orada sahil dövlətləri olan Oman və İranın belə bir hüququ yoxdur. Amma buna baxmayaraq bilirsiniz ki, bu məhdudiyyəti tətbiq etmişdi. İndi də son verilən məlumatlara görə bir məlumat var ki, hər keçi, hər bir barələ görə $1 deməli Rusiya tətbiq edəcək İran. Amma bu şərtlərin hamısı realdırmı? Mümkündürmü? Xeyr. Yaxud da ABŞ təklif edib ki, sən bütövlükdə deməli ballistik raket proqramını imtina etməsə, yaxud da onun mənzilini məhdudlaşdırmalısan. 500 kilometrdən uzaq olmamalıdır. Üzr istəyirəm. Və yaxud da nüvənin zənginləşdirilməsindən tam imtina etməsidir. Nüvənin zənginləşdirilməsi hərbi deməli məqsədlə istifadə olunursa, nüvə silahı yaradılmasına gətirib çıxarsa, bunu ümumiyyətlə imkan vermək olmaz. Düzdür, bunu İran da deyir ki, bizim rəhbərin fətvası var ki, biz atom bombası istehsal edə bilmərik. Yəni, bütün burada hamısı onu göstərir ki, yəni əvvəlki başlanğıc nöqtədən olan o şərtlərdə çox ciddi dəyişikliklər baş verməyibdir. Tərəflər hər hansı bir məsələyə nail ola bilməyiblər. İndi İslamabadda nə baş verəcək? Bunlar bu qədər fikir ayrılıqlarını aradan qaldıra biləcəklərmi? Mən buna açıq şübhə ilə yanaşıram. Bu, çünki bu qısa müddətdə mümkün deyildir. Amma atəşkəsin ola bilsin ki, müddət uzadılsın, ola bilsin artıq bu diplomatik trekə keçid, diplomatik müstəviyə danışıqların keçirilməsi ümumiyyətlə hamı üçün sərfəlidir. Azərbaycan üçün də sərfəlidir, dünya iqtisadiyyatı üçün sərfəlidir. Bugün biz niyə həm də burada maraqlı? Çünki bizim bölgəmizdə baş verən hadisə birbaşa bizim iqtisadiyyatımıza təsir edir. Düzdür, neftin qiymətinin qalxması İş baxışdan bizim maraqlarımıza uyğun, çünki biz neft istehsal edən satan bir ölkə, neft çıxaran və onu deməli bazarlara çıxarıb satan bir ölkə kimi biz burada maraqlıyıq. Amma böyük vadədə bilirsiniz ki, bu həm də dünyada bütün məhsulların qiymətlərinin artmasına, bağlaşmasına, inflyasiyanın artmasına səbəb olur ki, bu da dolayısıyla bizim iqtisadiyyatın vurulması deməkdir, ona zərbə endirilməsi deməkdir ki, biz də buna təbii ki, razı ola bilmərik. Bütövlükdə sizə verirəm, bütün bu ritorikalara baxmayaraq, bütün bu deyilənlərə, mən qalibəm, Frankəs qarşı tərəf məğlubdur ritorikasına baxmayaraq, mən sizə verirəm ki, 2 həftəlik atəşkəsin elan olunması çox müsbət bir haldır. Ən azı tərəflər biraz sakit nəfəs aldılar. Düz indi atəşkəsin pozulmasından bağlı davamlı məlumatlar da daxil olur. Amma bu da təbii, çünki ilkin mərhələdə indi burada məsələ qoyurlar ki, məsələn, Livanın bombalanması, məsələn, ABŞ prezidenti deyir ki, bizim atəşkəs razılaşmamızda yox idi, çünki burada Hezbollah məsələsi var. Məsələn, İran deyir, yox, əgər Livan bombalanması dayanmasa, biz atəşkəsin pozulması kimi qəbul edəcək, yaxud hava hücumlarından olan o ara sıra PUA hücumlarının qarşısı alınması biz bunu... Anlaşılmazlıq özünü göstərir. Bunlar təbii bir prosesdir, amma yenə deyirəm, biz görək vəziyyət nə edir. Ona görə də münaqişənin başa çatması haqqında söz demək çətindir. Qalib kimdir, məğlub kimdir, indi müəyyənləşdirmək çətindir. Qalibi və məğlubu müəyyənləşdirmək üçün son nəticə olmalıdır. Münaqişə başa çatmalıdır, sülh sazişi imzalanmalıdır, yaxud tərəflər də razılıq əldə olmalıdır. O razılığa baxılmalıdır ki, kim nə itirdi, kim nə qazandı. Yəni, başlanğıc nöqtəsi, start nöqtəsində hansı mövqələrindən çıxış edən tərəflər yekunda nələri itirdilər, nələri qazandı. Ona görə də hələlik münaqişənin nə nəticələnəcək, hansı razılığın əldə olunacağını demək çox çətindir. Amma beynəlxalq konjüktura, beynəlxalq ictimai rəy, ABŞ-ın özündə olan daxili rəy və İranın özündə də olan daxili rəy təbii ki, onu demək əsas verir ki, artıq insanlar bundan beziblər, yorulublar və bu və digər formada məsələ öz əlini tapmalıdır. Təşəkkür edirəm sizə Azay müəllim. Biz isə regionda sülhü, belə deyək, tam olaraq alqışlayırıq və dəstəkləyirik regiona. Bütün hallarda sülh lazımdır. Təşəkkür edirəm sizə. Çox sağ olun. Bir daha xatırladım ki, qonağım millət vəkili Azay Quliyev idi. Biz Azay müəllimlə məhz regionda Azərbaycanın elə yaratdığı sülh istiqamətləri haqqında danışdıq. Birinci xəbər bugünlük işini yekunlaşdırdı. Görüşmək ümidi ilə hələlik.